Salam, hər vaxtın seyir olsun. Biz növbəti evimizə dəvət olunduq. Burada gürcü ustaları səhvini düzəltməyə görə burada bu cür iş görmüşlər. Ev sahibi evi silə bilmirdi. Evimiz 2 mərtəbədən ibarətdir. Üstü isti poldur, aşağıdakı heç nə. 70 kvadrat metrdir. Ondan da evi silə bilmirdi. Bura biz nə elədik? Dəngə qabı qoyduq, devriyə motoru qoyduq, minutkanı qoyduq. Sonra minutqanda qazını ayrılıq verdik. Burada bunu biz heç cürə heç nə edə bilmirik. Bu çəkilişi, bir dənə buranı çəksəymək olmasa bu turbanı. Bax, buranı heç nə edə bilmirik. Ona görə də bizə ancaq mən bunu turbalar bu hissəni gizlədə bildim ki, buradan belə ancaq dağılıb gördüyünüz kimi divarı çelədim ki, heç olmasa bir balaca da olsa səliqəyə minsin, heç olmasa da buralar çox bərbad haldadır da, buraları gizlətməyiblər. Dəngə qabını qoyduq ki, heç olmasa istilik olsun. Sonra bakı da göstərəcəm, bu bakı da çəkdik, qutardıq. Motorlar, bu iki motorlar buradaydı, evə gedən biri evin isti suyuna vuran motor idi, gidrafondan, biri də yuxarı çənə vuran. 2 dənə motordur, indi göstərəcəm, biri yuxarıda da bak var, 2 tonluq, bir dənə də yuxarıda bak var. İndi bax, iş budur. Yəni bu işi sıfırdan mən görməmişəm. Birdən elə bilərsən ki, sıfırdan mən görmüşəm. Mən belə iş görmürəm sıfırdan. Burası sadəcə olaraq burada pridelk işi görmüşük. Bura dağılıq olduğuna görə pis görsənə bilər. Buralar şpaklovkalandan sonra bu hissə yenə bir balaca vida minəcəkdir. Yəni bu hissələrdəki alçıpanla karobka bağlayarlar ki, bu tərəfin boruları görsənməsin. Amma bu hissələr hamısı qalır divarın içində. Keçək bir dənə o hissəni də başın yanında götürərək. Bax, burada bizi gördüğünüz kimi bu 5 tonluq bizim çəlimizdir. Bu paplavokdur, bu da silinloydur. Bu motorumuz, bu motor. Bu bakdan götürüb yuxarı 2 tonluq çənədə su vurur. İpin da evə də vurur. Görsün, arada filtr qoymuşam. Bu motorda tək elə bil belə deyək də, soyuq su yox, eləcə minutqanın isti suyunu evə vurur. Ev sahibi belə istədi, belə qoşdum. Hələlik bu qədər əzizləzə. İnşallah növbəti videolarımız var. Abunə olmağı unutmayın. Abunə olun ki, videolarımızı izləyə biləsiniz. Hələlik bu qədər, sağ olun.